Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Mən Əhməd Qurbanlı. Yeni bir video ilə qarşınızdayım. Videomuz belə deyək, nədən ibarətdir? Bugünkü videomuz həvəskar çəkilişdir. Yəni futbol mövzusudur. Bugünkü çəkilişimiz futbol haqqında olacaq. Bugün 6-cı gündür və bu günləri və sabahları, həmçinin birinci gün maraqlı oyunlar var. Ölkəmizi təmsil edən Qarabağ Çempionlar Liqasında növbəti sınaqdan çıxacaq. İnşallah Allahın köməyi ilə ən azı bir xal əldə edər. Qarabağın sevinci, bütün xalqımızın sevincidir. Komanda udsa da Qarabağ komandası bizim fəxrimizdir. Heç bir oyunlarını qaçırmırıq. Futbola həvəsi olan da, həvəsi olmayan da Qarabağ izləyir. Bu video həvəskar bir çəkilişdir, bildirmək istəyirəm. Yəni bildiyiniz kimi kanalımda müxtəlif mövzular haqqında kadrlar çəkirəm və bu gün qərarı aldım ki, futbol haqqında, yəni futbol oyunları haqqında, yəni özümüz bildiyimiz bir futbol həvəskarı olaraq futbola baxdığım üçün bir çəkiliş eləyim. Oyun öncəsi öz fikirlərimi sizinlə paylaşım. Yəni yaxın dostlar, yaxın tanışlar çox iradlar bildirdi ki, bəs biz futbola baxırıq, amma futbol haqqında heç nə çəkmirsən. Bunları nəzərə alaraq belə bir maraqlı video ilə sizin qarşınıza çıxmışam. İlk öncə onu bildirim ki, kanala abunə olun. Kanala abunə olmağınız bizə olan dəstəyinizdir və Allahın köməyi ilə inşallah belə fikirləşdim ki, hər 5-ci gün, yəni hər 5-ci gün belə bir videolar çəkim, sizinlə paylaşım. Yəni bu yenə də deyirəm, həvəskar bir çəkilişdir. Yəni bunu başqa yerlərə yozmayaq ki, belə şeylər, yəni başqa şeylərə yol aça bilər. Xeyr, sadəcə olaraq bildirmək istəyirəm ki, öz fikirlərimi sizinlə paylaşacağam. Yəni hansı ki, əsas da balet elədiyim komandalar var. Onlar haqqında öz fikirlərimi bildirəcəm. Üzü Çempionlar Liqasına gedirik. İnşallah Çempionlar Liqasında komandamızı və komandaları nə gözləyir, onlar haqqında bildiklərimi sizinlə paylaşacağım. Başlayaq İngiltərə çempionatından. İngiltərə çempionatında saat 16:30-da Burnley Chelsea oyunu var. Yəni Chelsea ilk mən 2002-ci ildə yadımda qalan klublardan biri odur ki, yəni futbol deyəndə mənim üçün təbii ki, Braziliya Türkiyə oyunu, dünya çempionatı 2002-ci ildən danışırıq. Yəni ilk futbola baxdığım oyun olub. İndiyə kimi yəni yadımdadır. Və klublarda da ki, İngiltərə çempionatında Chelsea'yə baxıram. Təbii ki, yəni Damian Duff'ın, Gudjonson'un, Lampard'ın oynadığı vaxtlardan Chelsea'yə balet edirəm. İlk oyun Chelsea haqqındadır. Baxaq Chelsea'nin nəticələrinə. Chelsea necə oynayıb, son turları, qələbə şansı varmı, bu günləri yoxmu, onu biləcəyik.
Chelsea haqqında. Demək, komandalar komandanın son 5 aralarında olan oyun, son 5 oyunda Chelsea öz meydanında 2 heçsə eləyib, bir qələbəsi var və səfərdə böyük hesablı qələbələr olub. 4-1, 4-0. Turnir cədvəlinə nəzər salırıq. Turnir cədvəlində vəziyyət necədir? Arsenalın böyük üstünlüyü var. Komanda boyu çox gözəl çıxış eləyir. Komandaya uğurlar arzulayıram. Və uzun sürən illərdən sonra Arsenal bəlkə də bu il çempionluğa daha yaxın görsənir. Chelsea belə deyək, deməli Burnley çətin yerdə qərarlaşıb, ona xal lazımdır. Amma ki Chelsea də həmçinin Arsenalı izlədiyinə görə məncə Chelsea bu günləri şübhəsiz qələbə qazanacaq. Yəni hər şey ola bilər, çünki Chelsea-nin Çempionlar Liqasında oyunu var. Burnley-yə də xal lazımdır. Yəni bu oyundan ən azı heçsə fikirləşmək olar, ən azı. Amma mənim fikrimcə Chelsea bu günləri qələbə qazanacaq. Yəni Chelsea-ni qələbə qazandığını fikirləşirəm. Növbəti baxaq hansı komandalar var maraqlı. Məsələn, Liverpoolun bu günləri şübhəsiz qələbəsi görsənir. Liverpool məncə bu günləri qələbə qazanacaq. City oyunu haqqında nə deyə bilərik? Çətin oyundur, Newcastle-la oyunu və Arsenalın ən yaxın izləyicisidir. Komandanın 4 xal fərqi var Arsenaldan. City son 3 səfər oyunundan birində məğlub olub, birində heçsə olubdu. Digərində isə City 3-2 qələbə qazanıb və bu oyunların son 5 oyunun hamısı, aralarında olan 5 oyun hamısı 2 il ərzində olubdu. Yəqin ki, burada kubok oyunları var. Məncə bu günləri City son oyunları Liverpool'da olubdu, Dortmund oldu. Bir Aston Villa oldu. Son 5 oyunun 4-ündə yəni qələbə qazanıb. Yəni qələbə hesablarına baxsaq 3-1, 3-1, 4-1, 3-0. Newcastle isə son oyununu uduzub. Çempionlar Liqasında nəticəsi də pis deyil, yaxşıdır. Çətin oyundur. Məncə qarşılıqlı qol əsasında, yəni qarşılıqlı qollar ola bilər bu oyunda. Belə fikirləşirəm, yəni 2-2 və yaxud 1-1 hesabı. Məncə qarşılıqlı qol daha yaxşı gözləntidir bu komandalardan. Qələbə haqqında qəti bir söz demək olmur. Və bu ilin sürpriz komandası deyək. Çox maraqlıdır ki, hər il ölkələrdə baxırsan ki, fərqli komandalar yaxşı nəticələr göstərirlər. Yəni ən azı ilk 5-liyə, ilk 6-lığa düşə bilirlər. O baxımdan yəni Sunderland bu il çox gözəl oyun oynayır. Son 5 oyuna baxaq, aralarındakı 5 oyuna, yəni son 10 ilin göstəricisidir bu. 10 il ərzində son 5 oyunda Sunderland necə oynayıb, səfər maçlarında birini heç eləyib,
birində uduzub, birində udub. Ümumən belə baxsaq son 5 oyunun biri ikisində udubdur, ikisində uduzubdur. Cəmi bir dəfə heçə alınıbdır. Turnir cədvəlinə nəzər salsaq ki, Fulham'in hansı pillədə qərarlaşıb, bəlkə nəsə demək olar. Fulham o da 19-cu və belə deyək 14-cü yerlər arasında, yəni 3 xallıq fərq var. Məncə Sunderland ən azı bir xal üçün oynayacaq. Ən azı bir xal üçün oynayacaq. Yəni bu bir xal Fulham səfərindən onlar üçün əla nəticə sayılar. O baxımdan yəni Sunderland'in bir topun, yəni bir xal götürəcəyini yəni gözləmək olar. İngiltərə çempionatımızdan, yəni 6-cı günə olan oyunlar haqqında bunları deyə bilərəm. Yəni burada düz yəni baxırıq futbola, yəni hansı maraqlı oyunlar hansıdır, onlar haqqında danışmaq istəyirəm. Götürək bax deməli Lens Strasbourg Fransa çempionatından axşam saat 8-də oyun var. Strasbourgda Lens'la bu il çox gözəl oyun göstərirlər. Turnir cədvəlində vəziyyət necədir? Marseille bu gün qələbə qazandı. Birinci isə 2-0 utdu. Sonra xəbərim olmadı necə oldu, amma yəqin ki qələbə qazanıb ki PSG-ni bir xal yəni fərqi ilə irəli keçib. Lens və Strasbourg baxın, yəni çox çətin oyundu bu oyun. Lens'ın bu il 3 məğlubiyyatı, Strasbourg'un isə 4 məğlubiyyəti var. Amma komandalar cəmi bir dəfə hərəsi heç eləyibdi. Yəni bu oyun mənim fikrimcə bu oyunda heç yoxdur. Tərəflərdən hansısa biri qələbəyə sevinəcək və bu oyun haqqında qəti kimin qələbə qazanacağını demək çətindir. Məncə ev sahibləri hardasa bir pillə, bir addım öndədir, çünki onlar ev sahibidir, amma futboldur, hər şey gözləmək olar. Burada bir üstünlük odur ki, Lens qələbə qazanarsa Marseille ilə xal fərqini eyni eləyir. Strasbourg'da həmçinin qələbə qazanarsa burada Lens'la xalları eyni olur. Həmçinin Marseille ilə xal fərqini 3-ə endirmiş olur. Həmçinin yaxın izləyiciləri demək götürək 8-ci yer, 8-ci, 7-ci, 6-cı və 5-ci yerlər cəmi 4 xal fərqi ilə 4-cü yerə yaxındır. O baxımdan yəni Strasbourg'un ən az bir xal götürməyini ehtimal edib, Lens'ın isə qələbəsin və yaxud bir xal, məncə yəni bu oyunda heç yoxdur. Məncə bu oyunda heç görmürəm. Bildirdiyim kimi, yəni tərəflərdən hansısa biri qələbəyə sevinəcək. Hər iki kluba uğurlar arzulayırıq. Növbəti oyuna keçmək istəyərdim. Rennes Monaco. Bu da həmçinin çətin oyundur. Çünki baxın turnir cədvəlində Monaco və Rennes'in cəmi 2 xal ayırır. Həmçinin çempionluq uğrunda deməzdim, çünki çempionluq hələ ki tezdir. Çünki PSG-nin təbii ki şansları 90% isə yəni PSG-nin hər il 100%, 95% çempionluq şansı var.
digər klublar ikinci, üçüncü yerlər uğrunda oynayırlar. O baxımdan yəni hələ ki çempionluq haqqında yox, məhz ikinci, üçüncü yer uğrunda görür. Yəni ikinci, üçüncü yer uğrunda döyüşləri nəzərə alıb hansı ki komandalar məhz ikinci, üçüncü yer uğrunda mübarizə aparırlar. Yəni bu oyun bir Monaco azarkeşi olaraq təbii ki Fransadan Monacoya azarkeşlik edirəm. Son oyunlarına baxsaq, baxın yəni son oyunların 5 oyunun 4-ündə Monaco'nun üstünlüyü var. Həmçinin komanda səfərdə qol vurmaqdan çəkinməyib və hər son 2 səfər oyunun ikisində də 2-1 hesabı ilə qalib gəlibdi. Amma 2023-də keçirilən səfər oyununda Monaco 2-0 hesabı ilə məğlub olubdu. Yəni burada bir Monaco'nun hardasa qollu oyun gözləyirəm. Qollu oyun görsənir. Başqa nə deyə bilərəm? Başqa bu oyun haqqında. Məncə tərəflər heç də etməyəcəklər. Tərəflərdən hansısa biri qələbəyə daha yaxın olacaq. Bir amil də var ki, Monaco Çempionlar Liqasında çıxış eləyir və onun Çempionlar Liqasında oyunu var. O baxımdan yəni bu qələbəyə təsir edə bilər. Məncə yəni bu oyundan çox şey gözləmək olar. Hesdən başqa hər iki klubdan birinin qələbə qazanacağını fikirləşirəm. Başqa oyunlara keçsək, başqa oyunlardan nə var? Maraqlı oyunlardan. Başqa oyunlardan məsələn İtaliya çempionatından mənim sevimli klubum Milanın bazar günü derbisi var Interlə. Oyun haqqında danışacağım inşallah. Baxaq 6-cı gündən İtaliya çempionatında Fiorentina Juventus oyunu var saat 9-da Bakı vaxtı ilə. Mən deyərdim ki, Fiorentina bu il ümidini yenə də yəni ölkə çempionatına yox, başqa bir çempionata meylini salıbdı. Yəni Konferans Liqasında 2 final uzandan sonra bəlkə bu il ümidi ancaq kubokadır. Bəlkə nəsə elə bildi bu il. Çünki komanda ölkə çempionatında çox uğursuz təsir göstərir. Baxın, yəni Fiorentina komandası bu il son yeri tutur. O baxımdan bu gün Fiorentina Juventus oyunundan nə gözləyə bilərik? Bu gün Fiorentina Juventus oyunundan məncə bu gün Fiorentina'nın ən azından yəni bir xal götürəcəyinə inanıram. Komandanın qələbəsi yoxdur. 5 hissəsi var, 6 məğlubiyyəti var. Juventus da həmçinin yəni orta çıxış eləyir. Komanda artıq birinci, ikinci yerdən demək olar ki, uzaqlaşıbdır. Məncə Juventusu bu gün çox çətin oyun gözləyir. Mən Fiorentina'nın bir xal götürən ən azı bir xal götürməyinə inanıram. Başqa oyunlarımıza keçək.
Başqa Napoli Atalanta oyunu var. Napolinin qələbəsini şübhəsiz görürəm. Napoli, Inter, Milan, Roma kimi komandalarla bu il mübarizə aparır. Məncə bu 4 komandadan biri İtaliya çempionatının bu il şübhəsiz yəni liderlərindəndir. Bu 4 komandadan hansısa biri çempionluğu yaşayacaqlar. Əsas da yəni Romanı daha yaxın görürəm. Çünki Roma təbii ki, yəni birinci növbədə Milanın qırmızıların çempion olmağını istəyirəm. Bu bir mənalıdır, amma reallıq odur ki, Roma məncə mən hələ yadıma gəlmir ki, Roma son 20 ildə çempion olsun. Yəni onu heç yadıma gəlmir. Axırıncı nə vaxt İtaliya çempion olub, onu da bilmirəm. Məncə Roma bu il daha yəni həvəslidir. Daha yaxşı formadadır əvvəlki illərə baxanda. Komandanın bundan yaxşı şansı olmayıb İtaliya çempionluğunu götürmək üçün. O baxımdan Roma bu il gözəl oyun oynayır. Hər şey ola bilər. İnşallah ilin yəqin ki, birinci dövrədən sonra hansı komandanın çempionluğa daha yaxın olduğunu biləcəyik. Hollandiya çempionatından Ajax nə iş görür? Ajax Avropa Çempionlar Liqasında çox pis nəticə göstərir. İnşallah ki, Qarabağ Ajax'ı məğlub edəcək. Çünki Ajax'ın bu il Çempionlar Liqasında göstərdiyi oyun çox acınacaqlıdır. O baxımdan yəni Qarabağın qələbəsini gözləyirik. Ajax'ın bu günləri qələbəsini gözləmək olar. Çünki komanda Çempionlar Liqasından artıq əlini üzübdür. O baxımdan Ajax bu gün qələbə fikirləşirəm. İspaniya çempionatından maraqlı oyunlardan Barcelona'nın qələbəsini, yəni burada Barcelona'nın qələbəsini təbii ki 99% Barcelona'nın qələbəsi məncə gələcək. Amma Atletico Bilbao turnir cədvəlinə baxsaq nə qədər uzaqdır. Bu il heç yaxşı təsir göstərmir Atletico Bilbao. Sürpriz komandadır. Yəni bu gün bir sürpriz eləyə bilər, yoxsa bilmirəm. Amma heç inandırıcı görsənmir. Çünki Bilbao hələ ki yaxşı oyunu ilə təsir göstərmir. Hansı ki milli klubumuzu, Azərbaycanın klubunu Qarabağı məğlub etdi, amma məğlubiyyət məncə yəni şans oldu, belə deyək, şans oldu. Hansı ki bəlkə də Qarabağın oyunu alınmadı, amma yəni orada Atletico Bilbao qələbəyə layiq deyildi. O baxımdan heç yəni inandırıcı görsənmir ki, Barcelona xal versin Atletico Bilbao'ya. Çünki Real Madridlə xal fərqi də var arada. O baxımdan komandanın top göstərsə yaxşıdır. Bilbao isə bu il top vurmaqda çətinlik çəkir. Başqa Villarreal çox güman ki qələbədir. Yəni 90% Villarreal'ın qələbəsini görürəm. Başqa oyunlara baxaq. Başqa oyunlardan nə var burada? Məsələn, Argentina çempionatından hələ ki oyunlar yoxdur. Gələk Avstriya çempionatına. Avstriya çempionatında hansı oyunlar var? Avstriya çempionatından Wolfsberger komandası illərdir baxdım komandadır. Yəni bu komandanı yaxından izləyirəm. Bu komanda yaxşı başlamışdı.
son oyunları büdürəmələr oldu. Bir neçə lazımsız hallar itirdi. Məncə bu gün 10-cu yer komandası ilə qarşılaşır və deyərdim ki, Salzburgun, Rapidin, Sturm Graz'ın yəni Avrokuboklarda oynamağından istifadə eləyib, hansı ki onların oyunu var 2-ci, 3-cü, 4-cü günlər və ondan istifadə eləyib bu günləri xal götürə bilər. Yəni mən 3 xal götürməyini 90% görürəm. Məncə bu gün Wolfsberger qələbədir. Başqa oyunlara baxaq. Başqa oyunlardan Azərbaycan çempionatından Qarabağ bu gün Sumqayıtı məğlub elədi. 4-1. Qarabağımıza növbəti oyunlarda qələbə arzu edirik. Başqa yəni Araz Turan oyunu var. Bu oyun aktivitə deyə bilmərəm. Zirə Qəbələ var. Təbii ki, Zirənin qələbəsi 70-80% qələbəsi görsənir. Onun üçün də yəni net bir söz deyə bilmərəm. Çünki Qəbələ də ölkə çempionatında bu il yenidən dönüş elədi. Məncə bu il baxmayaraq ki, Qəbələ xalı az olmağına baxmayaraq, yəni nəsə gözləmək olar. O baxımdan yəni hər şey olar bu oyundan. Oyun haqqında yəni net bir söz deyə bilmərəm. Başqa oyunlardan nə var? Maraqlı oyunlara baxaq. Hansı maraqlı oyunlar var? Baxaq. Bildiyiniz kimi bu günləri saat 12-də, gecə saat 12-də Libertadores Kubokunun finalı var. Lanusla Atletico Mineiro oynayacaq. Atletico Mineiro'nun qələbəsini gözləyirəm. Xalqın komandası maraqlı oyundur. Çexiya çempionatından Slavia Praqa baxaq. Bu gün oynayırmı, oynamarmı? Yoxdur bu günləri heç nə. Bu günləri Sparta Praqa var, bəli. Slavia Praqa var və bu komandalar onsuz da hansı oyunlarına baxsaq, bu oyunda ancaq yəni qələbə keçir ürəyimizdən. Çünki köhnə komandalardır. Çexiya klublarından Sparta Praqa, Slavia Praqa, Viktoria Pilsen öndə gedən klublardan biridir. Onun üçün yəni bu klublar haqqında artıq bir şey danışmaq məncə yersizdir. Çünki hər oyun onların insanlar qələbəsini fikirləşir. O baxımdan bir qeyri-adi bir nəsə demək istəməzdim. Başqa hansı oyunları var? Baxaq, görək. İngiltərə. Almaniya 2. Almaniya 2-dən bu günləri Almaniya çempionatından bir çoxunu da sevdi. Schalke klubu. Mən də bu komandaya baxıram. Almaniya çempionatından yəni baxdığım komandalardan biridir. Komandanı çox sevirəm. Uşaqlı komandamdır. David Krani, Raul'un bir vaxtlar oynadığı klubdur. Səhv eləmirəmsə 2010-2012 illər, 12-ci illər arası komanda oynayıbdı. Huntelarda səhv etmirəmsə Schalke'də oynayıbdı. Yadımda qalanlardan.
başqa maraqlı hansı oyunçular var, yadıma düşmür, amma məncə bu günləri Schalke-nin şübhəsiz ki, yəni balət elədiyim komanda olduğuna görə qələbəsini istəyərdim. Qələbəsi olsun. Komanda yenidən uzun sürən aradan sonra əsas Bundesliga qayıtmağa layiqdir. Bu il çox gözəl nəticə göstərir. Baxaq turnirin cədvəlinə. İkinci yerdə qərarlaşıb. Məncə bu il Schalke komandası öz azarkeşlərini həmçinin məni də sevindirəcək bu il. Onlar yenidən əsas liqaya qayıda biləcəklər. Schalke-nin məncə qələbəsi bu gün gözləniləndir. Çünki Paderborn Hannover oyunun çətin bir oyundur. Paderborn birinci yerdə qərarlaşıb və Schalke ilə aralarında 2 xal fərqi var. Hannoverdə həmçinin köhnə Bundesliga komandasıdır. Lakin böhran həm Schalke, həm Hannover böhran nəticəsində onlar aşağı liqaya düşmək məcburiyyətinə qaldılar. Hələ də Schalke kimi komanda özünə gəlib əsas liqaya qalxa bilmir. Ona görə də bu il məncə buna daha yaxındır. Məncə komanda bacaracaq. Başqa hansı oyunları var? Baxaq, başqa hansı oyunları var burada. Yunanistan çempionatında Olympiakosu, Panathinaikos sabah oynayır. Yunanistan çempionatından balət elədiyim növbəti bir komanda, yəni Panathinaikos köhnə komandalardandır. Komandanı sevirəm. Yaxşı keçmişdə yaxşı oyunları olub, o baxımdan başqa baxaq. Burada deməli Traktorumuz sabah oynayır yəqin. Traktor Təbriz oyunu sabahlardır. Son İran çempionu. Yox, İran kuboku gedir. İran kuboku gedir. Məncə Traktorun oyunu dünənləri idi, səhv etmirəmsə. Çünki bu günləri yoxdur. Bu günləri başqa komandalar oynayır. Bilmirəm, qələbə qazanıb yoxsa yox. Onu yaddan çıxarmışam, baxmamışam. İtaliya Serie B-də maraqlı oyunlar var. Palermo yenidən İtaliya Serie A-ya qayıtmaq üçün mübarizə aparır. Həmçinin Sampdoria, Palermo kimi komandalar yenidən Empoli, həmçinin Regina, bunların hamısı Bari'dir, Frosinoni'dir. Bunlar İtaliya çempionatında oynayıblar. Serie B-də birinci, ikinci yer uğrunda onu bilirəm ki, maraqlı mübarizə gedir. Baxın turnir cədvəlinə. Bu il yəni ilk 4 komanda, belə deyək ki, ilk 6 komanda təbii ki, birinci, ikinci, üçüncü və dördüncü yerlər haqqında əsas danışmaq olar ki, onlar hardasa şansları faiz nisbətinə bölünüb və onların şansları var bu il İtaliya Serie A çıxmasın. Amma Palermo kimi köhnə komandalar hər an geri dönüş edib hallarını ilk birinci və ikinci yerdə olan komandalarla fərqi azalda bilər. O baxımdan Yaponiya kuboku var. Bugün səhər saat 9-da Yaponiya kuboku var. Tanınmadığım komandalar olduğu üçün net bir nəsə deyə bilmərəm. Çünki Yaponlardan Gamba Osaka balət edirəm. Yokohamadır. Bu klubu tanıyıram. Bir futbol azərkeşi olaraq. Gamba Osaka olsaydı nəsə bir fikir bildirərdim, amma o biri komandalar haqqında yalan məlumat vermək istəməzdim. Başqa hansı oyunlar var? Altın düşünəm. Baxaq.
tanıdığım və bildiyim komandalardan Polşa çempionatından bu günləri baxaq turnir cədvəlinə. Turnir cədvəlində vəziyyət yəni köhnə tanıdığım komandalardan Piastı, Lexdi, Legiadır, bu komandalar Lech Poznandır, bu komandalar son illərdir sanki düşmə vəziyyətindədirlər. Yəni çox çətinliklə 3-cü, 4-cü yerlər uğrunda. Baxın, Piast kimi köhnə bir komandalardan olan klub yəni son yerdə qərarlaşıb. Yəni birinci yerdə olan komanda bu fərqlidir. Jagielloniya son Polşa çempionudur. Belə Portuqaliya çempionatından bu gün Portuqaliya kuboku var. Çempionatları olmayacaq. Təbii ki, Portuqaliya çempionatında Portoya bağlı edirəm. Başqa hansı oyunlar var? Rumunlardan Çefələ Clujdur. Tanıdığım klublardan biri. Təbii ki, Qarabağın köhnə rəqiblərindən Steaua Buxaresti komandalara, yəni ən azından tanıyıram. Və mənim üçün daha maraqlı çempionatlardan biri də Rusiya çempionatıdır. Bu komanda bilməm bizə qonşu olduğuna görə belə danışıram. Yəni daha adama yaxın görsənir. Məsələn, Türk klublardır, Rusiya klublardır, İrandan Traktor Sazi komandası, Rusiyadan CSKA Moskva, yəni bir çoxlarımızın yaxından tanıdığı klublardan biri CSKA Moskva. Mən balət edirəm. CSKA Moskva uşaqlığımın komandasıdır. Bu il CSKA Moskva məncə, yəni baxın xalq fərqinə, keçən il Krasnodar ölkə çempionu oldu, amma bu il məncə Krasnodar ölkə çempionu ola bilməyəcək. Ölkə çempionu ya Zenitdir, ya da CSKA Moskvadır. Mənim fikrim budur. Çünki son oyunlar düzdür, Krasnodar da pis oynamır. Hal-hazırda ölkə birinciliyində qarşılaşıbdır. Amma məncə yəni belə baxanda ilk altılıqda olan komandalar, yəni burada xal fərqləri elə də çox deyil, amma artıq Spartak Moskva 8 xal fərqi ilə geridə qalır. Amma Lokomotiv və Baltikanı qataq onun gözünə, amma Baltika yəni bir yerə kimidir məncə, çox getməz. Bir neçə oyundan sonra xal fərqi uzanacaq burada. Amma CSKA Moskva, Zenit, Lokomotiv Moskva və Krasnodar, bunlar hal-hazırda birinci yer uğrunda döyüşürlər. Rusiya çempionatında onların Avrokuboklara gedişi yoxdur. Ona görə komandalar məcburdular ölkə kuboku və ölkə çempionluğu uğrunda oynayırlar. Çünki başqa kubok qazanmaq şansları yoxdur. Bu baxımdan düzdür, yəni CSKA keçən il ölkə kubokunu götürdü, Krasnodar da çempion oldu. Məncə bu il yəni CSKA çempionluq uğrunda oynayır. Məncə bu mənim fikrimdir. Başqa hansı oyunlar var? Baxaq. Baxın, burada Şotlandiya çempionatından net bir fikrim yoxdur.
İspaniya çempionatında Deportivo La Coruña'ya fəaliyyət edirəm. Yəqin Deportivo'nun oyunu ya bazar ya birinci gün olacaq. Komanda, o da Schalke komandası kimi bu il qayıtmağa yaxındır. Bu il hardasa yaxşı oyun oynayır. Köhnə tanıdığım komandalardan biri. Təbii ki, yəni mən də bəziləri kimi ya Real ya da Barcelona fəaliyyət edirəm İspaniya çempionatında. Amma mən köhnə klublardan, yəni Deportivo və La Coruña komandası mənim üçün daha əzizdir. O daha istəyərdim Çempionlar Liqasına yenidən geri dönüş eləsin, 2004-cü ildə olan performanslarını yenidən göstərsinlər. Başqa oyunlara baxaq. Başqa hansı oyunlar var? Spesial çempionatında Basel komandası yaxşı nəticələr göstərir. Bu günləri oyunu yoxdur. Türkiyə çempionatına. Türkiyə çempionatı təbii ki Galatasaraydır, Fenerbahçe'dir, Beşiktaşdır. Bu il bu komandalar nəinki bu il, ümumiyyətlə hər il maraqlı oyunlar göstərirlər. Galatasarayın son 25 ildə göstərdiyi uğurlu oyun göz qabağındadır. Onun baxımından düzdür, mən Galatasaray azarkeş deyiləm. Yəni Türkiyədə net hansı bir komandaya azarkeşlik eləyə bilmirəm. Fenerbahçe'ni hardasa yəni bağlılıq edirəm hardasa. Amma yəni tam yox. Yəni sadəcə olaraq yəni Galatasaray Fenerbahçe oynayanda bəli. Yəni Fenerbahçe'yə baxıram. Galatasaray yox. Fenerbahçe'nin udmağını istəyirəm. Yəni Fenerbahçe'nin ölkə çempionatında və yaxud çempionatdan qıraq uğurlarını görmək istəyərdim. Komanda buna layiqdir. Amma bu il baxın Trabzon bu il məncə bu üç komanda arasında çempionluq uğrunda oyun gedir. Fenerbahçe pis başlamayıbdır. Fenerbahçe'nin hələ ki məğlubiyyəti yoxdur. Amma Galatasaray kimi komandanı çox da qabağa buraxmaq olmaz. Çünki birazdan Fenerbahçe çətinlik çəkəcək. Məncə bu qədər danışa bilərəm. Təbii ki, burada Ukrayna çempionatı var. Shakhtar, Dinamo Kiyev komandaları sevdiyimiz komandalardan biridir. Altıncı günə olan oyunlar haqqında, yəni tanıdığım oyunlar haqqında fikirlərim bu qədərdir. Əziz izləyicilər, kanala abunə olun. Bizə abunə olmaqla, videolarımızı bəyənməklə bizə dəstəyinizi bildirə bilərsiniz. Gözəl istirahətlər. Futbol gözəl oyundur, maraqlı oyundur. Özünüzə yaxşı baxın. İnşallah Inter və Milan derbisində Milana azarkeşlik etməyimizi istəyirəm. Məncə Milan bu gün, yəni bazar günü qələbə qazanacaq. Shevchenko, Inzaghi, Pato, Ronaldinho, Cafu, Zedorov, Maldini, Gattuso, Kaka, Zedorov. Bu kimi oyuncuların illərlə Milan üçün, yəni uğurları üçün çalışdığı bir oyuncuların məncə əməyini itirmək olmaz. Əsasda sevdiyim oyunculardan biri Pippo Inzaghi. Yəni bu oyuncu həqiqətən də gözəl. Milanda gözəl günlər keçirib.
Məncə bu gün bazar günü Milan qələbə qazanaraq Interi keçəcək. Bir xal götürsə hardasa kifayət eləyər belə baxanda, yəni derbi oyunu üçün. Amma məncə komanda uduzmayacaq derbidə. Milana uğurlar arzu edirəm. Həmçinin əsasda Qarabağa Çempionlar Liqasında uğurlar arzu edirəm. Çünki əsas Qarabağın qələbəsidir. İnşallah ki, İtaliyadan qələbə ilə dönər və ölkəmizi, azərkeşlərimizi sevindirər. Azərbaycanın bayrağını bir daha göylərdə dalğalandırar. Allah'a emanet olun. Gecəniz xeyirli qalsın. Gələn görüşlərədək özünüzə yaxşı baxın.